Və hər kəs hamdolsa mikrofonda Dr. Speedrun və Rıza'dır və yeni Let's Play-in bölümünə xoş gəlmişsiniz. Bəli dostlar, hamınızı salamlayıram. 3-cü bölümünə xoş gəlmisiniz Let's Play-imizin. Və demək dostlar, bugünkü bölümdə biz nə edəcəyik? Bugünkü bölümdə bizim planımız da odur ki, biz bir gedək köy tapaq və həmin o köydən bir müəyyən talayaq. Və bir də ki, sənə mən bilən tilov lazım idi, Rızail. Gəl mən sənə bir tilov craftlayım verim. Mən videodan kənar oyuna girdim. Düzəltdim. Nəsə buna XP farm eləyəcəkdim. Alınmadı. Gittim madəndə də öldü deyə. Neydi? Bütün hər şeyim getdi. Təəssüf ki, belə oldu. Rıza, sənin üçün belə bir şey düzəltdim. Rıza, sənə bu lazım idi? O lazım idi. Prosta alınmadı. Amma mən düzəltdim də indi sənin üçün. Sənin üçün təşəkkürlər. Sən sağ. İşləyir bu. Neyse götürsən ya da məndə qalsın despawn olar birdən. Neyse bugünkü bizim planımız odur ki, biz bir köy tapaq və həmin o köydə mən köylüləri özümüzlə götürüb bir golem farmı düzəldək. Və düzünə qalsa bu uzun çəkəcək bir proses olacaq. Ancaq biz yenə də işləyəcəyik bir golem farmı düzəldəcəyik və bizim yəni sonsuz sayda dəmirimiz olacaq. Hansı ki, yəni çox belə əla haldır. Rıza, sən gözləyirəm mən. Xahiş edirəm, gəl. Neysə. Gəlin biz. Bəli. Oldu, gözləyirəm mən səni, gözləyirəm. Ev düzəltmək üçün özümüzə ev üçün lazım olan əşyalar düzəldəcəyik. Nəsə ev düzəldəcəyimizi soruşsanız, yanında çıxan evi düzəltməyə çalışacağıq. Bir də ki, mən özümə də bir-iki dənə alət düzəltməyəm, Rıza. Zəhmət olmasa dəmirdən biraz qoy, mən özümə bir-iki dənə alət düzəldəsiyəm. Eşini verdim sənə. Çox sağ ol. Lazım oldu. Çox sağ ol, çox sağ ol. Çox böyük təşəkkürlər edirəm. Demək, bizə birincisi balta lazımdır. Balta düzəldək, hansı ki, moblara qarşı savaşlarda əla istifadə oluna bilər. Üstəlik də ki, bir qalxan, hansı ki, skeletonlara qarşı əsasən effektivdir. Və demək, birincisi biz bu qalxanı qoyaq o pirsəlimizə və başlayaq getməyə. A few moments later. Çox qaranlıqdır bura. Keşke yataqlar götürərdik. Ay kaş. Deyim gec, nə qədər ki gec deyil, gəlib götür. Ya da ki biz belə bir şey edə bilərik. Oyunuz açıqsa götürərək. Gedək. Sadəcə moblar qabağımıza çıxsa bir abırçılıq olacaq da, yəni. Heç nə də görsənmir düzəməlli. Buydu. Bir anda qaydaq tez. Qaydaq deyirsən. Yataqlar həm də götürək də, belə yol üstü həm şey yataq qoyaq. Onlar əslində qalsa. Keşke salamlı onların olmaz. Sağa götürdüm. Bir dəqiqə. Güzel koy, biraz kısa ele gidin. Hə, qızsın elə. Çünki belə biraz tez çıxmağımız böyük bir səhv oldu. A few moments later. Çək var hə burada. Örümsek sərlər yaşanmayacaq. Gəl bunu öldürək də, lot üçün. Əla, öldürdüm. Şu. Gedək. Getdik. Ha tərəfə gəlirsən. Beləsin. Bəsən gəl getdik belə. Yatağı sən. Nədir? Yatağı götürmüşsən. Hə, götürmüşəm mən öz yatağıma. Water drop. Hoppa. Hoppa. MLG. Biu. Biu. Qəşi. O momentlər olma belə MLG momentlər. Bir dəqiqə qazaq bunu. Aha, gəldi yenə bataqlığa. Bataqlıq. Bataqlıqda sənin cadı ola bilər. Cadılar çox belə təhlükəli bir moblardır da. Yəni Belə baxanda can. hardasan? Tak boyun öldürüm. Yəni itirdim mən səni. Görəm mən səni.
Görsən? Ya arxava bax. Ha, slime'lar öldürürsən? Ha. Sonra içine at. Slime'lar vəbşə elə də güclü bir şeylər deyil ha. Elə də güclü deyirlər ya. Ulus götürərik. Köylərdən geçmiş şeyler. Hoppa, bax görək tapdım. Demek ettim. Aa, obsidian portal tapdım hemen. Let's go. Let's go. Oo, neler var burada? Köftesi isi. Dikkatli ol. Ne çıktı? Şey, Sandıktan. yaxşı bir şeylerdi. Ama Zaten götürdüğüm şeyler evde paylaşırdım sayıkta şimdi. evde paylaşarıq. Hoppa. Biz şey eləyək, altdan bir platformadan zaten bir şey quraq. Yox. Bunun yerinə də Obsidyenleri kırak bence. obsidianları qıraq, özümüzlə daşıyaq. Lavdan patlıyor. Gələk Nezerə. Daha üstün bir planı elədik. Nezer portal tapdıq. Allahın köyünü tapanmadıq. Hayır. Mən qazıram. Ehtiyatlı olasan. A few moments later. Всё, tam çatır, qlaqıl çatır. Hələ ki yataq. Hayır. Всё. Günler benim yanım. Böyle çok uzun olacak demiştim dostlar. Bir dəqiqə bunun altında baxaq ki, lava zat yoxdur. Lavada qorxuram birdən pis olar vəziyyət. Sızıklayıp sonra. Buna bir şey taptın ha. Ha, Olsun. amma hər yenə də qaba obsidian, amma bizə 10 dənə kasmışıq bəs eləyirdi onsuz. Pis olsa olduğumuz yerlerde de şey yok. Biz onsuz elə yekə bir köy lazım deyil. Çıxılıq olsun, bir iki dənə köylü olsun. Götürək onu, yanına bir zombi qoyacağıq, qorxacaq. Axırda da şey spawn olacaq bu. Golem onun üçün spawn olunacaq. Golemdəki düşəcək lavaya, öləcək. Всё. Demək dostlar, axır ki axtarandan sonra nəhayət köy tapdıq. Yippee! Let's go! Köy tapdıq dostlar. Demək burada artıq nəhayət ki köy tapdıq. Rıza, hardasan sən? Burada ocaklar oynayayım. Hə. Tamam. Neyse şey çok taptım. Köylerden birini götürmeli burası. Hə, birini götürək. Hardasan sən? Su kovası var burada. Su kovası benim. Orada bunlar ne? Və Oyda bura ne? koordinatı at dəqiq. MP 145 1800 abdiye gördüm.
Bax, bura arxa var, yanı var, arxa. Hə, gördüm sən. Ay, nəysə, başlayaq da. Demək, dostlar, nəhayət ki, bir köy tapdıq. Nəhayət. Ay, axtarandan sonra çox şükür, dostlar. Çox şükür. Nəysə, burada Rıza talayıb artıq. Mən də biraz talayım. Kim nə talayır talasın. Mən o vaxta kimi bura Burada bir şey yoxdur onsuz. Elə pirçə şey ayaqqabı. İstəyəcək mənə qabağı yadımda al. Gedim ətləri götürüb pişdim. Bir dəqiqə burada. Oy da, bu nə zırh? Nə? İsmail zırh. Zırh tapdım. Hə, onsuz da bizim zırhımız var da. Ha. Onsuz da var bizdə. Biraz salsara al, onu çıxar. Deyirəm biz kartof ferması ilə işte bir də kartof. Kartof var burada əməlli başlı Belarus kartofu. Fermasını eləyək deyirəm. Deyirəm bəlkə bir dənə köylüyə vuraq. Sonra golem çağıraq özümüzə. Golem gəlsin, biz də onun dəmirini talayıq da. Kolos 2-3 dənə dəmir. Birəmi? Yəni də bir... Demək... Heç çıxmır. Yəni əsas bu köy tapdıq, əsas odur. Nəysə, birini vuraq. Bu kökümə deyil. Aa, burada 2 mərtəbə. 2 mərtəbə tapdın. Baxaq altındakı nədir belə. Nə sağlarını alma. Yox, birinci mərtəbədə heç nə yoxdur. Baxın, bunların deyəsən golemləri yoxdur. Nəsə bunları götürək kolimlər. Əgər əsas bunları götürək bəs eləyir. Nəysə dostlar, Rıza, əgər sən razısansa biz köylüləri bazaya aparıb və golem farmın düzəlməsin növbəti seriyaya saxlayaq. Necə olar səncə fikir? İndi sonlandıraq. Hə, indi sonlandıraq. Çünki yəni növbəti bölmə saxlayaq da artıq. Hə? Əsrə qalsa olar. Demək ki, bura abunəçilərlə sağollaşaq. Rıza, evdən kənara çıx. Demək, dostlar, artıq bu bölüm bizim, yəni ki, bu bölüm bitdi. Yəni biz köy tapdıq artıq, nəhayət ki, köy tapdıq və... Saatlıq video oldu, 1 saat 15 dəqiqəlik. Yəni ki, bəya bu editləmə falan da var, yəni mən el eləyəcəm ki, sizə maraqlı gəlsin video, maksimum bir 15 dəqiqə. Ancaq bizə yəni bilin ki, biz bu qədər 1 saat əziyyət çəkdik. Video xoşunuza gəldisə, like düyməsini vurmağı və abunə düyməsini vurmağı unutmayın, xahiş edirəm. Bu bizə çox böyük bir dəstək olur. Çox böyük bir dəstək və ümumiyyətlə özünüzə yaxşı baxın. Sağ olun, sağ salamat.